Müzakirələrə keçid eləyə istəyirik. Vaxt itirmədən həm söhbətimizdə studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidovdur. Əhməd bəyə masamızın ətrafına dəvət edirik. Salam Nurana xanım. Salam, xoş gəlmişsiniz Əhməd bəy. Əhməd bəy, ilk olaraq Kallasın açıqlaması üzərində müzakirələrə başlayaq istəyirəm. Burada real təhlükəsizlik təminatları verilməlidir. Avropa qoşunlarından söhbət gedir, real hərbi imkanlardan. Amma Rusiyanın belə bir sərt xəbərdarlığı var idi ki, Avropa qoşunları heç bir vəclə Ukrayna ərazisində yerləşdirilə bilməz. Necə olacaq bu məsələ? Bəs əgər Ukrayna güzəştə gedirəm, NATO-ya üzvlükdə israr etmirəm deyirsəm, o zaman təhlükəsizlik zəmanəti ilə bağlı da fərqli bir üslub və yaxud da ki, fərqli bir mexanizm tapmalıdırlar ki, bu dəfə də Rusiya üçün problem yaranmasın. Həqiqətən də hansısa bir güzəştlər ediləndə də problemlər yaranır və proses çıxmaza doğru irəliləyir. Nə olacaq? Təbii ki, bu münaqişə dalana dirənmiş vəziyyətdədir. Bu Donald Trump'ın 28 bəndlik sülh planı əslində kağız üzərində qalıb. Hərçənd ki, bu sülh planının detalları ilə bağlı, o 28 bəndin konkret olaraq nədən ibarət olması hələ də geniş ictimaiyyətə açıqlanmayıb. Sadəcə ayrı-ayrı detallarla bağlı zaman-zaman mediaya sızmalar var. Bu detallar nədən ibarətdir? Rusiyanın irəli sürdüyü şərtlərin əksəriyyəti bu sülh planında öz əksini tapır. Ona görə Avropa liderləri bu Donald Trump'ın bu planını hardasa Rusiyanın diktəsi şərtləri kimi təqdim edirlər. Çünki bu sülh planında nəzərdə tutulur ki, Ukrayna heç bir halda NATO və Avropa İttifaqı üzvlüyünə qəbul olunmayacaq. NATO'nun Ukraynanın 600 minini keçməyən bir ordusu olacaq. Ukrayna heç bir zaman gələcəkdə Rusiyanın o indiki zəbt edilmiş ərazilərini silah gücü ilə, hərbi yolu ilə geri qaytarmaq təşəbbüsündə olmayacaq. Bu kimi şərtlər təbii ki, Rusiyanın istəklərini nəzərə alınmaqla tərtib olunub və bugün Vladimir Zelenski, Prezident Zelenski Ukraynanın NATO üzvlüyündən imtina etməsi ilə bağlı verdiyi açıqlama əslində manevr xarakterlidir. Bunun qarşılığında Ukrayna həm Amerika Birləşmiş Ştatlarından, həm də Avropadan tam şəkildə təkcə kağız üzərində deyil, ciddi hüquqi bazası olan təhlükəsizlik zəmanətləri istəyir. Bu elə NATO üzvlüyünə bərabər bir məsələdir. Yəni gələcəkdə əgər bir atəşkəs imzalanacaqsa, sülh müqaviləsi imzalanacaqsa, heç bir halda Rusiya Avropaya, Ukraynaya hücum edə bilməz. Bunun təminatçısı Amerika Birləşmiş Ştatları və Avropa ölkələridir. Bunu da hansı üsulla həyata keçiriləcək? Təbii ki, ABŞ və Avropa orduları Ukrayna ərazisində yerləşdirilməlidir ki, bu elə az öncə sizin dediyiniz kimi Rusiyanın irəli sürdüyü şərtlərə ziddir. Rusiya heç bir halda Ukrayna ərazisində xarici qüvvələrin, hərbi qüvvələrin olmasını qəbul eləmir. Və Zelenskinin bu NATO'ya üzvlükdən imtina etməsi həm də özünün, yəni Kiyevin sülhə meyilli olduğunu göstərməyə çalışır. Çünki Rusiyanın irəli sürdüyü şərtlərdən biri idi NATO üzvlüyündən imtina. Amma heç bir halda ərazi güzəştiyindən gedilməsi ilə bağlı bir açıqlama yoxdur. NATO üzvlüyündən imtina ilə bağlı razılığını ifadə eləsə də ərazi güzəşti hələ də Ukraynanın qırmızı xəttlərindən biridir. Bu o deməkdir ki, Rusiyanın irəli sürdüyü şərtlər var idi. Donbasın qalan o 20%-nin də Rusiyanın nəzarəti altına verilməsi və Rusiyanın faktiki olaraq zəbt elədiyi ərazilərin Rusiyanın nəzarəti altında qalması, gələcəkdə Rusiyanın əraziləri kimi qəbul olunması bu Ukrayna perspektivindən əsla qəbul edilməzdir. Ümumiyyətlə Avropanın da əsas təməl prinsiplərinə ziddir. Çünki elə ATƏT-in 1975-ci Helsinki yekun aktının əsas təməl prinsipləri sərhədlərin toxunulmazlığı, ölkələrin suverenliyi, ərazi bütövlüyü məsələsi idi ki, əgər Ukrayna məsələsində bu ərazilər güzəştə gedilərsə, sərhədlər dəyişdirilərsə, bu Avropada bir ilk olacaq, negativ bir prezident yaradacaq ki, həqiqətən də zor gücünə, müharibə yolu ilə sərhədlər dəyişdirilə bilər. Bu, gələcəkdə elə Avropanın özünün təhlükəsizliyi üçün ciddi bir siqnaldır. Rusiya bundan güclənib, Avropanın süjetdə də deyildiyi kimi şərq cinahına, Baltikyanı ölkələrə, Polşa olsun, Latviya, Litva, Estoniya, Finlandiyaya qarşı hücum əməliyyatları təşkil edə bilər. Ona görə Avropa ciddi cəhdlə Ukraynanın heç bir halda ərazi güzəştinə getməməsinə çalışır. Ona görə də Vaşinqtonla Moskva arasında hardasa məxfi xarakterli bu görüşlər Avropa ölkələrini ciddi şəkildə narahat edir. Bu danışıqlarda nə Ukrayna iştirak edir, nə Avropa ölkələri. Ona görə Avropa ölkələri alternativ bir masa yaradıblar və Vaşinqtonsuz
Amerikasız bu danışıqlara paralel bir danışıqlar aparırlar. Ya Londonda və bu günlərdə Berlində Zelenskini dəvət edib Avropa ölkələri liderləri danışıqlar aparırlar, yeni bəndlər, yeni şərtlər irəli sürürlər. Görünən odur ki, bu danışıqlar planı dalana dirənmiş vəziyyətdədir. Amerika lideri Donald Trump təbii ki, istəyirdi ki, tez bir zamanda tələm-tələsik bir sülh planı reallaşsın. Bunun bir neçə səbəbləri var. İlk növbədə Donald Trump şəxsi imicini dünyada yüksəltmək istəyir ki, bəli, növbəti bir böyük bir münaqişədə sülhə nail olundu. Donald Trump həqiqətən də Nobel sülh mükafatına layiq bir liderdir. İkinci məsələ, burada iqtisadi, ticari maraqlar var və Donald Trump'ın nümayəndəsi Steve Witkoff da açıq şəkildə bildirir ki, münaqişə bitməlidir, atəşkəs elan olunmalıdır və dərhal Rusiya, Ukrayna, ABŞ ticari əlaqələri bərpa olunmalıdır. Burada Ukraynanın ləyaqəti, Ukraynanın bir ölkə olaraq suverenliyi, sərhədlərin toxunulması məsələsi haqqında heç kim danışmır. Atəşkəs elan olunsun, hərbi əməliyyatlar dayansın və dərhal ticarətə başlayaq və Rusiya aktivlərinin dondurulması məsələsində də bugün ABŞ və Avropa ölkələri arasında ciddi fikir ayrılığı var. Amerika Birləşmiş Ştatları Rusiya aktivlərinin dondurulmasının əleyhinə olsa da Avropa bu məsələdə ciddi ısrardır. Yəni bu baxımdan Ukrayna-Rusiya müharibəsində hərbi əməliyyatların davam etdirilməsi, sülhün əldə olunması məsələsində Avropa və ABŞ arasında ciddi fikir ayrılığı var və düşünürəm ki, bu dalana dirənmiş vəziyyətdədir. Elə Rusiya da bu fikir ayrılığından istifadə edərək son hərbi əməliyyatları intensivləşdirir. Paytaxt Kiyevə və digər iri şəhərlərə raket hücumlarını intensivləşdirir ki, bununla həm Kiyevə, dolayısıyla da Avropaya təzyiq artırsın, Avropa daxilində parçalanmaya səbəb olsun ki, buna da artıq müəyyən mənada nail olub. Ötən gün Macarıstanın Xarici İşlər Naziri ilə Polşa Xarici İşlər Naziri arasında bir mübahisə də düşmüşdü Rusiya ilə bağlı ki, Polşa bildirirdi ki, Rusiya Avropaya hücum eləsə, Macarıstan Rusiyanın yanında olacaq. Macarıstan tərəfi isə ittiham kimi çıxış elədi ki, siz Rusiya ilə müharibəyə hazırlaşırsınız 2030-cu ilə qədər. Bu kimi məsələlər Avropa daxilində ciddi parçalanmaya səbəb olur. Mən düşünmürəm ki, əgər həqiqətən də Rusiya Avropa ölkələrinə hücum eləsə, Avropa bir yumruq kimi NATO çətiri altında Rusiyaya qarşı eyni cəbhədən çıxış eləyəcək. Ciddi şəkildə parçalanmalar olacaq. Ən azı bugünkü şərtlərdə baxsaq, Macarıstan, Slovakiya heç də Rusiyaya qarşı savaşmaqla bağlı, müharibə aparmaqla bağlı Rusiya ilə eyni fikirdə deyil. Əhməd bəy, və digər tərəfdən Amerika Birləşmiş Ştatlarından da danışaq istəyirəm. İndi düzdür, Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Avropadadır, orada gedir bu müzakirələr, danışıqlar, amma Amerika hazırdırmı o təhlükəsizlik zəmanətlərini verməyə Ukraynaya? Razı olacaqmı? Yəni? Amerikada mövcud siyasi konjunktura elədir ki, təbii ki, Donald Trump dönəmində Amerika Birləşmiş Ştatları ilə Rusiya münasibətləri artan xətt üzrə gedir və Kiyev də bundan narahatdır ki, və tam şəkildə beynəlxalq statuslu hüquqi bazası olan bir təhlükəsizlik təminatı almaq istəyir və belə bir düşünülür ki, Amerika Birləşmiş Ştatlarında iqtidar dəyişikliyi Amerikanın xarici siyasətində 180 dərəcə dəyişikliyə səbəb ola bilər və bugün vəd verilmiş o təminatlar Trump dövründən zamanı və ya bir neçə ildən sonra və ya Ağ Evdə iqtidar dəyişikliyindən sonra həmin təminatlar qüvvəsindən düşə bilər və faktiki olaraq Ukrayna arxasız qala bilər, müdafiəsiz qala bilər Rusiya qarşısında. Bu baxımdan Vladimir Zelenski ilk növbədə NATO üzvlüyünə can atırdı ki, heç olmasa NATO'nun tam hüquqlu bir üzvü olaraq o 5-ci maddədən istifadə edərək özünü Rusiyadan qorusun. Amma bu olmadığı təqdirdə heç olmasa ABŞ və Avropadakı müttəfiqlərindən tam və uzun müddətli bir təhlükəsizlik təminatı ala bilsin. Bu baxımdan Avropa ölkələrində heç də hamı uzun müddətli bu təhlükəsizlik təminatında sadiqlik göstərəcəyinə inanmıram, amma Amerika Birləşmiş Ştatları bir mənalı olaraq dəyişən siyasət yeridən bir ölkədir. Demokratların zamanında fərqli, respublikaçılar da indi hakimiyyətdə tamam fərqli. Bu baxımdan ABŞ-a sonuna qədər bu məsələdə etibar eləmir Kiyev, Zelenski hakimiyyəti. Bu baxımdan əgər NATO üzvlüyündən, Avropa İttifaqı üzvlüyündən imtina yolunu tutursa,
indidən heç bir halda ərazi güzəştinə getmir ki, bu gələcəkdə Ukraynanın parçalanmasına gətirib çıxara bilər. Sona qədər savaşmaq üçün də təbii ki, yenə Avropanın, Amerikanın silah yardımı lazımdır. Bu baxımdan mən düşünmürəm ki, yaxın aylarda, hətta 2026-cı ilə sonuna qədər belə Ukrayna ilə Rusiya arasında hər hansı bir anlaşma olsun, amma ən azından atəşkəs elan olunub, bu faktiki olaraq qüvvələrin yerləşdiyi ərazilər cəbhə xətti olaraq müəyyənləşib, bu münaqişə dondurula bilər ki, ən azından... Amma Rusiya istəmir atəşkəs. Təbii, Rusiya istəmir, çünki bu qədər itkilər var. Böyük Britaniyanın beyin mərkəzləri bildirir ki, artıq 1.200.000-dən artıq canlı itkisi var. Hərbi sursatları və illərdir davam edən iqtisadi, ticari sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə çöktürməkdədir. Rusiya bu nöqtəyə qədər gəlibsə, bu münaqişəni dondurub gələcəyə saxlamaq istəmir. Putin istəyir ki, öz hakimiyyəti dövründə burada faktiki olaraq qələbəsini elan eləsin və dünyaya həmin ərazilərin Rusiya ərazisi kimi qəbul olunmasını tanıda bilsin. Ona görə tələsik şəkildə həm Ukraynaya paytaxtına ciddi artilleriya zərbələri endirməklə Kiyevə təzyiq göstərməyə çalışır, Avropa ölkələrinə qarşı müəyyən dron təxribatları həyata keçirməklə Avropa ölkələrinin gözünü qorxutmağa çalışır. Eyni zamanda Vaşinqtonla intensiv təmaslar davam edir. Bu baxımdan Rusiya istəyir ki, Amerika vasitəsilə bu danışıqlarda yekun bir sülh sənədi imzalansın ki, bu beynəlxalq statusa malik olsun. Bundan sonra Ukrayna heç bir halda gələcəkdə güc yolu ilə, hərbi yolla o öz ərazilərini geri qaytarmaq niyyətində olmasın. Bir çox məsələ var idi. Viçkovun açıqlamasına iqtisadi məsələlərlə bağlı irəliləyiş əldə etdik deyildi. Biz əslində məhz ikinci hissədə bu istiqamətdə danışdığımızda ekspertin fikri oldu ki, Amerika Birləşmiş Ştatlarının özünün iqtisadi maraqları var. Orada Ukraynanın imzalanan bir minerallarla əlaqədar məsələ var, amma daha geniş baxsaq məsələyə, iqtisadi məsələlər sadəcə olaraq mineralları mı önündə əks elətdirir? Təkcə minerallar deyil, ümumiyyətlə Donald Trump hakimiyyəti Amerika First siyasətini həyata keçirir. İlk növbədə Amerikanın maraqları. Çünki Biden dönəmində Amerika Ukraynaya və Avropa ölkələrinə ya güzəştli ya da tam ödənişsiz şəkildə silah yardım edirdi. Amma Donald Trump gəldikdən sonra artıq açıq şəkildə bildirir ki, Ukraynaya pulsuz silah verilməyəcək. Avropa ölkələrinə bazar qiymətindən artıq dəyərində o silahları satacaq. Avropa ölkələri istəsə həmin silahları Ukraynaya pulsuz verə bilər. Görünən odur ki, Amerika Birləşmiş Ştatları artıq öz maraqlarını önə çəkir. Elə tələm-tələsik sülh müqaviləsinin, atəşkəsin əldə olunmasında əsas məqsəd də Rusiya, Ukrayna, ABŞ arasında üçlü bir ticarət əlaqələrinin bərpa edilməsidir, təsis edilməsidir. Steve Vitkov da bunu açıq şəkildə bildirir ki, bölgənin böyük bir ticari potensialı var. Bundan yararlanmaq lazımdır. Görünən odur ki, Ağ Evdə bu dəqiqə Ukraynanın suverenliyi, ləyaqəti, ərazi bütövlüyü barədə düşünülmür və ciddi şəkildə Kiyevə təzyiq göstərilir ki, ərazi güzəştinə gedilsin və dərhal bunun ardınca Rusiya, Ukrayna, Amerika arasında bir ticarət üçbucağı yaransın ki, bundan Amerika ilk növbədə milyardlarla dollar qazansın. Eyni zamanda Rusiya aktivləri məsələsi var ki, bugün Avropa ciddi şəkildə israr edir ki, Rusiya aktivləri dondurulmuş, Rusiya aktivləri Ukraynanın bərpası üçün xərclənsin, istifadə olunsun. Rusiya isə bunun əksinə də elə irəli sürdüyü şərtlərdən biri də Rusiya aktivlərinin azad edilməsidir, Rusiyaya qaytarılmasıdır ki, ABŞ-da da elə Rusiya ilə eyni mövqedən çıxış edirlər. Görünən odur ki, Vaşinqton və Moskva arasında bu məsələdə də müəyyən ticari anlaşmalar var. Ona görə elə Vaşinqton-Moskva görüşü tam şəkildə məxfi saxlanılır, heç bir açıqlamalar verilmir. Çünki bu iki ölkə arasında münasibətlər Ukraynanın ərazi bütövlüyü, suverenliyi, Avropanın gələcək təhlükəsizliyi üçün ciddi təhdid yaratmaqdadır. Bu günlərdə məhz biz Qara Dənizdə gəmilərin vurulması məsələsini çox müşahidə edirik. Ələxüsus da ki, Türkiyə prezidentindən bir xəbərdarlıq edildi. Qeyd etdi ki, bura münaqişə yeri deyil. Yəni Qara Dənizin təhlükəsizliyini qorumaq lazımdır və bununla bağlı indi Kaya Kallasın bir açıqlaması var ki, məhz gəmilərə sanksiyalar tətbiq ediləcək və 40 gəmi daxil ediləcək bu sanksiyalara. Hərçənd
ki, sanksiyalarla bağlı məsələlər 4 ilə yaxın münaqişə başladığı dönəmdən bir nəticə, yəni nəticə verir, əlbəttə ki, az da olsa nəticə verir, amma anında həmin nəticələr görünmür. Amma Qara Dənizdəki prosesləri bir qədər təhlil etməyinizi istəyirəm. Nə məqsəd daşıyır bu hücumlar? Bu münaqişənin arealını genişləndirmək məqsədi daşıyır. Nəyə görə məhz Türkiyə hədəf alınır? Bu xəbərdarlıqlardan sonra da biz o hücumları gördük. Nə baş verir? Ümumiyyətlə, Rusiya tətbiq olunan sanksiyaların kifayət qədər təsirləri var. Bugün Rusiya iqtisadiyyatı artıq enişə doğru gedir. Amma sanksiyaların təsiri bir gün, bir həftə, bir ay içində olmur. Bu, bəlkə də gələcəkdə bir neçə ildən sonra ciddi şəkildə Rusiya iqtisadiyyatını çökdürəcək bir sanksiyalardır. Amma Rusiyanın içinə doğru, xüsusən də enerji infrastrukturuna zərbələr endirmək artıq Ukraynanın yeni taktikasıdır deyə bilər. 2026-cı ilə doğru Ukrayna-Rusiya müharibəsində həm taktiki dəyişiklik, həm diplomatik masada yeni bir atmosfer yaranıb. Ukrayna artıq özünün istehsal elədiyi Neptun və Sapsan sistemləri ilə Rusiyanın daxili ərazilərinə, xüsusən də enerji infrastrukturuna, hətta Qara Dəniz və Xəzər bölgəsindəki gəmilərinə belə hücumlar təşkil edə bilir. Ötən həftə Xəzər dənizində Rusiyaya aid bir gəmiyə hücum edilmişdi, həmin o kamikadze raketlərlə vasitəsilə və bu artıq Ukraynanın Rusiyaya qarşı yeni taktikasından xəbər verir. Və Qara Dəniz bölgəsindəki gəmilərə hücum təbii ki, bu müharibənin həm də dəniz hövzəsində bir davamıdır. Burada üçüncü ölkələrin də maraqları ciddi təhdid altındadır. Elə qardaş Türkiyə Cumhuriyyətində təbii ki, bu ya naviqasiya səhvi ola bilər və ya bilərəkdən təxribat yönümlü bir hücum ola bilər ki, Qara Dənizdə bu əməliyyatın miqyasını, maştabını genişləndirmək və üçüncü ölkələri də, xüsusən də NATO ölkəsi olan Türkiyənin də bu münaqişəyə daxil olması, hələ ki, rəsmi Ankara buna səbirlə yanaşır. Çünki Türkiyənin həm Rusiya və Ukrayna ilə birbaşa dialoqu var və masa təklifi var, ən azından İstanbul formatı var bu görüşlərdə, bu sülh prosesində. Mən düşünmürəm ki, bu təxribatlar ardıcıl şəkildə davam eləyəcək. Çünki elə Rəcəb Tayyip Ərdoğanın da xəbərdarlığından sonra Türkiyə gəmilərinin təhlükəsizliyi yenidən gündəmə gəlir. Amma dəniz hövzəsində, Qara Dəniz olsun, Xəzər dənizi hövzəsində olsun, Rusiyaya aid gəmilərə hücumlardan sığortalanmayıb Moskva. Çünki əgər paytaxt Kiyevə hücumlar edilirsə, bunun da qarşılığı təbii ki, olmalıdır və Ukrayna elə Rusiyanın özünün başa düşdüyü dildən istifadə etməklə Rusiyaya qarşı cavab verilir. Hələ ki, Moskvadan bu Neptun və Sapsan sistemləri ilə onun vurduğu ziyanla bağlı hər hansı bir açıqlama yoxdur. Amma ümumən təbii ki, bu hərbi əməliyyatların genişlənməsi və intensivləşməsi sülh prosesini də dalana dirəyir və xüsusən də Avropa və ABŞ arasında bu fikir ayrılığı, Vaşinqton-Moskva arasında bu sülh planının tam şəkildə məxfi saxlanılması bu ümumən bu prosesi dalana dirəyir ki, hələ 2026-cı ildə də sülh prosesində real bir nəticə gözləmək doğru olmazdır. Əhməd bəy, 1-2 dəqiqəmiz var, qısa bir cavab istəyəcəm. Doğrusu bu cəbhədəki vəziyyətlə bağlıdır, amma həmçinin bir siyasi istiqamətdə də təhlilinə ehtiyac var. O mənada ki, Kupiansk-Pokrov istiqamətində son dönəmlər ciddi döyüşlər gedir, ələxüsusda ki, Kupiansk istiqamətində. Burada maraqlı məsələ dezinformasiyaların çox yayılmasıdır. Ələxüsusda ki, elə bir səviyyədədir ki, hətta biz Putinlə ötən həftə belə bir açıqlama eşitmişdik ki, bir neçə gün sonra dedi, Kupianska Rusiya tamamilə, Rus ordusu tamamilə nəzarət edəcək. Bu açıqlamanın üzərinə üstündən 2 gün keçdi, Zelenski Kupiansk'a getdi və uğurlu müdafiə əməliyyatları ilə bağlı görüntüləri paylaşdı. Bu məsələlərin danışıqlara, ümumiyyətlə bu məsələlərin siyasi masaya təsirində dəyərləndirək istəyirəm. Təbii ki, bu tərəflər arasında elə müharibənin ilk günlərindən hibrid müharibə gedir. İtkilərlə bağlı rəqəmlər açıqlanmır. Hansısa şəhərin, qəsəbənin alınması ilə bağlı elə Rusiya Baş Qərargah rəisi Gerasimovun Vladimir Putinə filan şəhəri, məsələn Pokrovsku aldıq
deməyindən günlər keçir, amma faktiki olaraq Pakrovsk üzərində hələ də qanlı döyüşlər gedir. Bu hibrid müharibədir tərəflər arasında. Bugün Rusiya mətbuatına, Rusiya televiziyalarına baxsaq, Ukrayna cəbhəsində xeyli irəlilədikləri bildirilir. Əksinə Qərb mətbuatında Rusiyanın ciddi itkilər verdiyi, Rus qoşunlarının mühasirəyə alındığı, bu təbii ki, münaqişə tərəfləri arasında informasiya müharibəsidir. Bu eyni zamanda masada özünü daha güclü, daha dominant göstərmək üçün bir təsir vasitəsidir. Yəni intensiv hücumlar, hansısa şəhərlərin, qəsəbələrin alınması, Ukrayna ordusunun artıq mühasirədə olması bu Kiyevə, Ukrayna cəmiyyətinə, eyni zamanda Avropa liderlərinə bir psixoloji təsirdir ki, masada Rusiyanın şərtləri tez bir zamanda həll olunsun. Amma Zelenskinin də, Ukrayna tərəfinin də buna cavab addımları göstərir ki, hələ ki tərəflər arasında bu hibrid müharibə davam eləyir. Amma az öncə dediyim kimi sülh prosesi ciddi şəkildə dalana dirənib. Hər iki tərəf özünün maksimalist şərtlərini irəli sürüb, Ukrayna heç bir halda ərazi güzəştinə getməyəcəyini bildirir. Rusiya isə zəbt elədiyi əraziləri öz ərazisi kimi tanınmasını qəbul edir. Burada hər hansı bir kompromis, güzəşt yoxdur. Ukrayna üçün həyati məsələdir. Rusiya üçün də, Putin üçün də özünün təsdiq etmək üçün bir səbəbdir. Çox sağ olun Əhməd bəy, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli dəyərləndirmələrə görə. Dəyərli izləyicilər, biz məhz Rusiya-Ukrayna münaqişəsi ilə bağlı son məsələləri təhlil etdik. Masa qurulub da bu masa ilə bağlı gedişat necə olacaq, nələr proqnozlaşdırılır deyə danışdıq.